Salam, Balam Böyüyür kanalına xoş gəlmisiniz. Bu videoda sizə istifadə edib razı qaldığım, lakin kifayət qədər işlənib yararsız hala gəldiyi üçün göstərə bilmədiyim kitabları sizinlə bölüşəcəm. Əvvəlcədən qeyd edim ki, gördüyünüz bütün kitabları Alinino Az saytından əldə etmişəm. Sayt haqqında onu deyim ki, əksər xidmətlərdən faydalanıb ünvana çatdırılma, özün götür, poçtla çatdırma, hər birindən razı qalmışam. Göstərilən vaxtda hər sifarişim çatdırılıb. Əgər saytla bağlı hər hansı sualınız varsa, şərh bölməsinə qeyd edə bilərsiniz. Əvvəlcədən deyim ki, şəkilləri saytdan yüklədiyim üçün keyfiyyət aşağıdır, buna görə məni üzrlü sayın. İlk olaraq istifadə etdiyim Touch and Feel tipli kitabı göstərmək istəyirəm. Biz məhz ekrandakı növünü əldə etmişdik. Belə kitabların xüsusiyyətləri müxtəlif teksturalara toxunaraq hiss orqanlarını inkişaf etdirməkdir. Məsələn, inəyin, dovşanın yumşaq tükü. Balacalar səhifələri çevirərək, fərqli səthlərə toxunaraq motor bacarıqlarını inkişaf etdirirlər. Bu isə onların inkişafına hər tərəfli dəstəkləyir. Onu da qeyd edim ki, əgər saytdan kitab axtarmaq istəyirsinizsə, yuxarıdakı addımları izləməlisiniz. Əsas isə kataloq, ingilis dilində kitablar, uşaq ədəbiyyatı, ensiklopediya və təlim hissələrinə keçid etməlisiniz. Saytda mövcud olan digər Touch and Feel tipli kitablarında bir neçəsini nümunə olaraq videoya yerləşdirirəm. Gördüyünüz kimi kitablar müxtəlif formalarda müxtəlif teksturaları əhatə edirlər. İstifadə edib çox razı qaldığım digər kitab isə Sehirli Pəncərələrdir. Adından da məlum olduğu kimi kitabın əsas xüsusiyyəti sürüşdürülə bilən hissələrin olmasıdır. Uşaqlar bu hissələri çəkərək və ya itələyərək müxtəlif informasiyaları, dəyişiklikləri müşahidə edirlər. Məsələn, bu kitabda gördüyünüz kimi günəşdən göy qurşağına keçid. Belə kitablar uşaqlarda müşahidə qabiliyyətini inkişaf etdirir, müxtəlif mövzularda ilkin anlayışları formalaşdırır. Mənim əldə etdiyim hava dəyişiklikləri haqqında olan idi. Yağışlı, küləkli, qarlı, günəşli havalarda baş verənlər öz əksini tapır. Göy qurşağının, qarın, yağışın necə yaranması, külək əsərkən təbiətdə baş verən hadisələr maraqlı illüstrasiyalarla göstərilib. Saytda bu cür kitabların müxtəlif məzmunları əhatə edən növlər də var. Bu videoda sizə qısa ancaq lazımi informasiyaları verdiyimi düşünürəm. Unutmayaq ki, kitablar yalnız uşaqların inkişafını deyil, valideynlərlə arasındakı bağı da möhkəmləndirir. Biz birlikdə onlarla vaxt keçiririk. Beləliklə, zehni, fiziki, emosional inkişaflarına təkan veririk. Belə kitablar kiçik yaşlardan uşaqlarda kitaba qarşı maraq yaradır, söz ehtiyatlarının, lüğətlərinin zənginləşməsinə köməklik göstərir. Videom sizin üçün yararlı oldusa, bəyənməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Sizin etdiyiniz ən kiçik dəstək mənim üçün çox dəyərlidir. İzlədiyiniz üçün təşəkkürlər.